Artıq evimizə yaxınlaşırıq. Ya Allah. Bu bizim məhəlləmizdir. Burada əvvəllər, yəni bu gördüyünüz su örtükləri daha çox olurdu. Bunun üçün nə etdim? Yəni burada da hal-hazırda yeni tikililərimiz gedir, inşa edirik. Gördüyünüz kimi yəni heç bir su yoxdur burada. Səbəbini deyəcəm. İlk öncə yoldan başlayaq. Yolu nə etmişik? Bu üst hissədə şebel tökülüb. Alt təbəqə, ən önəmli təbəqə alt təbəqəmizdir. Yəni buraya ya qum örtüyü tökürlər və yaxud da başqa bir şey. Bunlar bir müddətdən sonra ya ovulub gedir, ya yerə yatmalar olur, ya bu şebel torpaqla qarışır və su qalır torpağın altında, belə deyək. Bunun üçün ilk öncə buranı texnika ilə düzləşdirmişik. Ondan sonra karbonat daş deyirlər, yəni xırda daşlardan verilib və üstü trampovka olunduqdan sonra şebelimizi vermişik və keçək evimizin içərisinə baxaq. Burada da yeni bir layihəmiz inşa olunur və hal-hazırda hazır olan layihəmizə yaxınlaşırıq. Bu layihəmiz hal-hazırda satışdadır.